Salam dostlar, videoma xoş gəldiniz. Mən Zivər. Dostlar, bugün videonun başlığından da gördüyünüz kimi sabahlama videosu çəkirəm. Kanalımda bugüne qədər sadəcə bir ədəd sabahlama videosu var və mən də düşündüm ki, ikinci bir video niyə də gəlməsin. Buna görə də bugün sabahlayıram. Dostlar, indi saat 10'a işləyir. Keçən videomda da deyəsən saat 10'da başlamışdım sabahlamağa. İndi saat 10'a işləyir. Bu sabahlama videosunda eləməyi planladığım bir şey əslində yoxdur. Çox random keçəcək deyə düşünürəm. Yəni ağlıma nə gəlsə onu eləyəcəm. Saçıma baxın. Bir şey deyim dostlar. Mənim burada böyle bir şeyim var. Və mən bunu asla istifadə eləmirəm. Yəni bundan məndə 3 sənədir bu qara şeydən. Birində sadəcə qələmlərim var, birində fosforlu qələmlərim, fırçalarım, bir də flomasterlərim var. Ən son olaraq bunda da belə rəngli karandaşlarım var, amma ki mən bunları heç istifadə eləmirəm. Sizcə bunu nəyə istifadə edə bilərəm? Yəni resim desen çəkmirəm. En son çəkdiyim resim dekabr ayındaydı. Səhv xatırlamıramsa. Dekabrın ortalarında çəkmişdim en son şəkil. Resim yəni. Dekabrdan sonra heç çəkmədim. Hatta göstərim sizə. Baxın, bu ikisidir. Bir bu. Bir de bu. Bu 2024'ünde, bu da 2023'ünde. Ama 2025'in yoktu. Ben 2023'te de 2024'te de resim çəkirdim. Ama 2025'te hiç resim çəkməmişəm. Ya da bir dənə çəkmişdim. Ay, bir dənə çəkmişdim resim. Ondan sonra da hiç çəkmədim. O da ki budur deyəsən ha. May ayında. Mayın 3'ünde çəkmişəm bu resmi. Bundan sonra da hissini çəkməmişəm. Bundan əvvəl ya da bundan sonra hissini çəkməmişəm. 2025'te bilən bunu çəkmişəm. Burada da 2024'te çəkdiyim resimler var. Bu şirin diye. Bakın. Burada da şam var. En son çəkdiyim resim dostlar. Dekabrın 28'inde çəkmişəm. Mən elə bilirdim dekabrın 12'sinde falan çəkmişəm. Dekabrın 28'iymiş. Ama dostlar yani resim çəksəm belə, çəksəm də çəkməsəm də bunları istifadə eləmirəm. Bunları mən nəyə istifadə edə bilərəm? Yəni sadəcə rəsm çəkə bilərəm, amma rəsm çəkməyi yani 2023'e göster. Bu arada 2023'teki resimlerim çok pisti. 2024 yaxşıdır. Ama 2023 pisti. Mesela bu nedir? Bu nedir? Yani 2023'te çəkdiyim şəkillər heç qəşəng deyil də yəni. Bakın. Bu ne geçeydi? Bu geçeydi. Korkulu. 8. Ben bu videoda neyəcəm dostlar? Bu videoda eləməli heç bir şey yoxdur. Yəni sizə təzə aldığım kepkanı göstərim. Baxın. Ay biraz şey oldu. Ne ya? Oldu. Arkası da böyle. Siz niye böyle aldım? Burası bağlı almadım. Çünkü burası bağlı olan kepkalar mənə yaraşmır da, yani necə yaraşmır? Başım əyri görünür. Ona göre biraz sinir olurum. Yani yaraşmır. Ona göre belə aldım. Bu arada uzun iller sonra ilk dəfə kepkam olur. En son benim kepkam olanda
Nə bilim. En son kepkam olanda çox balacaydım da. Və yəni. Rəngi də dostlar bənövşəydi. Açıq bənövşəyi. Lila rəng. Buralarda ağdı. Bakın. Belə. Deməli dostlar, bayaq getdim su içdim. Stəkanın içində qap şampunun köpüyündən qalıbmış, şeyindən də şampundan qalıbmış. Mən də fikir vermədim, suyu doldurdum, elə içdim, sonradan fikir verdim ki, sabunlu su içdim. Yəni o qap şampunu olan suyu içdim, qap şampunlu su içdim. Yəni bunu da eləmədim demərəm də, yəni. Deməli dostlar, yay gəlir, yay gəlib deyə o qədər çox video paylaşmaq istəyirəm ki, həqiqətən də. Deməli, iyun ayında, yəni bu ay tam olaraq 4 dənə video paylaşmışam. 2 dənə daha video paylaşmağı düşünürəm. Böyük ehtimalla siz bu videonu izləyəndə zaten iyul ayı olacaq. Amma indi iyundur. Mayının axırlarındayıq. Bugün iyunun 24-üdür. Belə yəni bu ay qəşəng videolar paylaşdım. Yəni çox video paylaşdım. Normalde mən bir ay ərzində 3-4 video paylaşırdım maksimumda, yəni 4 video. Amma bu ay elə olmadı. Bu ay daha çox video paylaşdım. Belə. İnşallah gələn ayda çoxlu video paylaşaram. O qədər çox istəyirəm ki, çoxlu vlog paylaşmağı. Çünki yay gəlir. Yay gəlir nədir? Yay gəlib. Yəni yayda qəşəng videolar paylaşmaq çox istəyirəm. Bu köynək o qədər müqəddəsdir ki, artıq mənim üçün. Bu köynək əslində mənim deyildi. Bu köynək mənim anamın idi. 2023-cü ilin yay ayında mən bu köynəyi anamın əlindən aldım. Əslində bir dəfə geyindim. Ağ rəngdə bir dənə yubqam var idi. Həmin o ağ yubqanın üstünə bu köynək çox qəşəng qaldı. Mən də geyindim. O gündən sonra bu köynək mənim oldu. Dans edeyim. Ya başka bir şey diyeyim. Trend olan mahnılarda nasıl danslar var? Ben. Bunlar nasıl danslar var? Deməli dostlar, biri sizin eləyəcəm. Hello Kitty'li bir dənə maska ilə bu ikisini çox gözəl bir formada kombinləyəcəm. Hello Kitty'li maskanı üzümə şey eləyəcəm. Bir də Hello Kitty'li şey, nədir bunun adı? Yatanda taxılan şey, nədir bunun adı? Transfer. Özündən yaratdım. Çox yaxşı görünmədi əslində. Ronaldinho yazar. Bir dəqiqə, bunu necə eləyəcəm? Bu niyə olmur? Bu necə eləyim qəşəng olsun? Bu nədir? Yumurtaya oxşuram. Bir dəqiqə, bu necə eləyim qəşəng olsun? Yumurta yoxlayayım. Bir dəqiqə. Şerbi. Nəysə, belə olmadı da. Uzaylı oxşuram belə. Ay, nəysə, boş ver, eləmirəm. Nəysə, Hello Kitty'li maska şey eləyəcəm. Amma onu videonun ilərləyən dəqiqələrində eləyəcəm. Saçımı darayıram dostlar, gördüyünüz kimi. Çünki buna görə saçım 2 gündə qaldı. Belə. Belə. Saçımı darayıram. Mutlu mutlu. Mutlu mutlu saçımı darayıram. İşığı söndürüm. Ne? İşığı söndürdüm. Gel. Tam da sabahlama. Niye yiyorsun? Burada böyle bir şey göstermeye çalış. O videoda görünmüyor. Yani. Göreceğim videoda niye görünmüyor şey? Aa yok Şöyle görünmüyor. kenara. Aa bak alttan görünüyor. Alttan bakalım. Gel. Saçma böyle bakın.
Deməli dostlar, indi klip çəkirik. İndi cool bir klip alındıracağıq. Mən burada belə havalara girəcəm. Saçım falan uçuşacaq havada. Və qəşəng bir klip olacaq. İndi mən bu klipi yaradacağam. Bəli dostlar, dünyanın ən gözəl klibinə şahid olduk. Belə yəni can sıxıntısından artıq klip çəkirik gördüyünüz kimi. Birazdan yəqin serialda çəkərik. Deməli dostlar, indi üzümə maska eləyəcəm, Hello Kitty-li. Amma eləməmişdən əvvəl makyajımı silməliyəm. Bununla siləcəm makyajımı. Amma siz təbii ki, belə şeylər eləməyin. Gedin makyaj silmə şeyləri alın. Yəni mənə oxşamayın da. Bəli dostlar, gördüyünüz kimi makyajımı sildim. Makyajımı sildikdən sonra necə Drankula'ya oxşadığımı gördünüz. Drankula yoxsa Drakula? Məncə Drankula. Drakula, pardon. Belə yəni indi maskanı açıram. İndi bunu şey edirəm. Bu arada ilk dəfədir belə maska istifadə edirəm. Ən son mən maska istifadə edəndə 2023-cü ilin yay ayı idi. 2 il keçib də yəni üstündən. Amma beləsini ilk dəfədir istifadə edirəm. Maska da bilirsiniz necə maskaydı? Şəklini qoyaram bura. O maskanı şey eləyəndə belə görmüşdüm. Bir dəqiqə bunu cüzüyə baxaraq eləyim də. Mısır. Güldürmə. Oldu məncə. Saat 22:37-dir. Bunu neçə qədər saxlayayım bunu? 15 dəqiqə saxlayayım da. Bu nədir? Göz altıma niyə gəlmir bu? Bu nədir? Dodaq qələmim silindi. Bu nədir? Batırdım. Bu nədir? Nəysə dostlar, mən inanıram ki, bu çox xeyirli olacaq. 50 qəpiyə aldığım maskadan gözlədiyim performans. Süper. Bunun xeyri nədir? Əslində heç bir xeyri yoxdur. Doğrudan. Bu nədir ya? Qızımın üstünə düşürüyor. Suda sallanır. Nəysə dostlar, bunu çıxarıram. Biraz hayalete oxşadım. Süreyya Hanım'ın muhteşem değişimi. Dostlar, saat 2 işləyir. 1:11'dir. Yəni 2 işləyir. Mən maskanın üstündən biraz makyaj elədim daha sonra. İndi də oturmuşam yalnız. Çünki anam da yatıb, qardaşım da yatıb. Tək mən oyağam. Elə yəni. Tək mən oyağam. Biraz yemək yedim. Az yedim deyə. Əslində yaxşı gedirəm. Saat 2 işləyir. Keçən sabahlama videosunda bu vaxtlarda, yəni bu saatda yuxum gəlirdi. Hətta bundan da tez idi deyəsən. Yuxum gəlirdi. Əslində 1 saat bundan əvvəl də yuxum gəlirdi, amma telefona baxdım deyə yuxum qaçdı. Daha doğrusu naushnik istifadə elədim deyə. Naushnik taxanda yüksək səslə bir şeyə qulaq asanda yuxum qaçır həmişə. Hamı da elə olur da yəqin ki.
Və artıq bu video bura qədər idi. Sizə havanın aydınlanmağını çəkdim, gördünüz. Mən biraz yatmış ola bilərəm. Saat 2-yə qədər tam oyaq idim. Video falan montajladım. Sonra nə edim? Nə bilim. Nəysə. Bu video bura qədər idi. Ümid edirəm ki, videodan tam razı qalarsınız. Əgər sona qədər izlədinizsə, like atmağı və kanalıma abunə olmağı unutmayın.